Şərəfin tuttun uca Azərbaycan, oldu fəda Azərbaycana şirin canım. Torpaq öz uğrunda şəhid verdikcə ucalar, karışdı torpaq ilə son damla axan qan. Sən canını, qeyrətini qorumaq üçün verdin, millət üçün, xalqın üçün, torpaq üçün verdin. Vətən sağ olsun dedin, öldün vətən uğrunda. Ölmədin əslində, şəhid olmaq üçün verdin. Bizdə nə qorxu, nə təlaş, ədalət haqdır bu savaş. Mən öz vətənimi sevmişəm, vətən sağ olsun demişəm. Anam şəhid anasıdır, qəmi Hüseyn əzasıdır. Bu haqq davası, bu döyüş Hüseynin Kərbəlasıdır. Sən bu torpağın oğlusan şəhid, şəhid. Sən bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var, ruhum eyləyir təzim. Sən anadan doğulmusan şəhid, şəhid. Sən bu torpağın oğlusan şəhid. Sən bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var, ruhum eyləyir təzim. Sən anadan doğulmusan şəhid, şəhid. Sən bu torpağın oğlusan şəhid. Sən bu torpağa bağlısan şəhid. Ruhun qarşısında baş əyib ruhum. Sən doğularkən olmusan şəhid, şəhid. Kaş mənim də anamın dərdi şəhid analarının dərdi qədər olsun. Zəfər Allah'ın, zəfər Azərbaycan ordusunun olsun. Ağlama qeyrətli ana, sil gözünün yaşını. Sən şəhidin anasısan, dik tutasan başını. Elə bir oğul fəda eylədin ki bu torpağa. Xalq öz qəlbindən ona düzəltdi baş daşını. Sən Həzrəti Fatimənin dərdinə yan ağla. Düşmana göstərmə bu göz yaşı nihan ağla. Oğlu susuz oldu şəhid Həzrəti Fatimənin. Dərdivi qoş Fatimənin dərdinə qan ağla. Azərilərdir bu diyar, Gəncə İmamzadəsi var. Rəhim Əmir Möhsüm ağa dəfn olunub bu torpağa. Canı fəda et vətənə, vətən oğul desin sənə. Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız. Sən bu torpağın oğlusan şəhid, şəhid. Sən bu torpağa bağlısan şəhid, şəhid. Ruhu var, ruhum eyləyir təzim. Sən anadan doğulmusan şəhid, şəhid. Sən bu torpağın oğlusan şəhid. Sən bu torpağa bağlısan şəhid. Ruhun qarşısında baş əyib ruhum. Sən doğularkən olmusan şəhid, şəhid. Kaş mənim də anamın dərdi şəhid analarının dərdi qədər olsun. Zəfər Allah'ın, zəfər Azərbaycan ordusunun olsun. Hər birinizi günkü gün bura toplaşmanızı
münasibətilə salamlayıram. Bu günləri Əmirvarı Qazilər Birliyinin bir qrup üzvü kəndimizin, Əmirvarı kəndinin şəhidlərindən, 4 şəhidlərindən biri Ağayev Sərvan Abbasoğlu'nun anım günündə toplaşmışıq. Bu tədbirdə şəhidimiz Sərvanın yaxınları, döyüş yoldaşları, ailə üzvləri, sinif yoldaşlarından bir qismi burada iştirak edir. Biz şəhidimizin Azərbaycan uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir şəhidimiz, o cümlədən də kəndimizin şəhidlərini hər zaman qürurla anırıq. Bugün onların hesabına biz qalib xalqıq. Alnımız açıq, üzümüz ağdır. Alnımızda olan qara ləkəni həmin bu şəhidlərimiz sildilər, qazilərimiz sildilər. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin ki, bugünü bizə onlar yaşadıqlar. Müzəffər Ali Baş Komandamızın siyasi iradəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Tam suveren, müstəqil, hüquqi dövlət kimi Azərbaycan bu günləri yaşayıb, yaradır. Biz də bu müstəqil, suveren dövlətin vətəndaşları kimi qürur hissi ilə şəhidlərimizi anırıq. Bugün şəhidimiz Ağayev Sərvanın şəhadətə qovuşduğu gün münasibəti ilə bura yığışmışıq. Hər birimiz ürəyimizdə şəhidlərimizə olan sevgi, məhəbbətlə onları anmaq üçün, yəni ölkənin hansı yerindən asılı olmayaraq biz gedib onları anmalıyıq. Baxmayaraq ki, şəhidimiz Sərvan Cəbrayıl rayon Əmirvarı kəndində anadan olub, boya başa çatır, təhsil almışdı. Amma torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq Azərbaycanın Mingəçevir şəhərində, bu bölgədə vətən torpağına tapşırılıbdır. Bizim də ən ülvi borcumuz odur ki, yəni şəhidimiz harda olmasına asılı olmayaraq, onu daimi yad eləyək. Şəhadətə qovuşduğu gün, Mövlud günü biz bunları qeyd etməyi özümüzə borc bilirik. Əmirvarı Qazilər Birliyi olaraq biz məhz onun üçün təsis olunmuşuq ki, kəndimizin 4 şəhidin həm Mövludunu, anadan olduğu günü, həm şəhadətə qovuşduğu günü həmişə yad eləyək, ziyarət eləyək, tədbirlər keçirək. Həmçinin qazilərimizin də həyatını, döyüş yoldaşları, döyüş yollarını həmişə diqqətdə saxlayaq və bizim üçün ən əziz, ən ülvi bir missiyadır ki, biz bunu yerinə yetirək ki, yaşamağa da haqqımız olsun. Ümumiyyətlə biz həyatımızı, həyat tərzimizi elə seçməliyik ki, şəhidlərimizin adına, qazilərimizin adına layiqli həyat tərzi olsun. Biz millət olaraq onların adına layiq yaşamalıyıq ki, gələcək nəsillər də bunu görüb bizdən örnək götürsünlər və bu estafeti gələcəkdə də davam etdirə bilsinlər. Çox danışıb vaxtınızı almaq istəmirəm. Ürəyimdə sözlər çoxdur, amma məndən də başqa burada tədbirdə toplaşan əziz insanlar var. Onların güzel sözlərini eşitmək bizim üçün şərəfdir. Mən istədim ki, bu mənada ilk olaraq sözü Əmirvarı Qazilər Birliyinin həm ağsaqqalı, həm də kəndimizdə də yaşlı da, hamımızdan, bir çoxumuzdan da böyükdür, həyat təcrübəsi, həm də bu şəhidlərimiz başda olmaqla qazilərimizin də bu döyüş yolunu keçməkdə ona ilk, bütün hamısına ilk o ibtidai hərbi hazırlığı keçən hörmətli Seyfəddin müəllim olubdur. Onun ürək sözlərini eşitmək bizim üçün şərəfli olar. Buyurun Seyfəddin müəllim. Çox sağ olun. Belə bir tədbirdə mənə də söz verdiyinizə görə təşəkkür edirəm sizə. Qeyd olunduğu kimi bugün kəndimizin şəhidlərindən olan Ağayev Sərvan Abbasoğlu'nun şəhid olduğu gündür, şəhadətə qovuşan gündür. Ona görə də Əmirvarı Qazilər Birliyinin təşəbbüsü ilə, təşkilatçılığı ilə belə bir tədbir keçirilir, belə bir möhtəbər yığıncaq keçirilir. Ona görə də ilk öncə Əmirvarı Qazilər Birliyinin bütün üzvlərinə, eyni zamanda sizə çox təşəkkür edirəm ki, belə bir tədbir təşkil elədiniz.
Bu işdə zəhmət olan, əziyyət olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Belə bir tədbir təşkil edək, gəldik. Şəhid qardaşımızın məzarını ziyarət elədik. Onun ruhuna dualar oxuyacağıq, onun haqqında öz sözlərimizi deyəcəyik. Qeyd olunduğu kimi şəhidlər bizim həmişə ağırlı, yaralı yerimiz olur. Həmişə bizim inandığımız ant yerimiz olur. Amma eyni zamanda şəhidlər həm də bizim fəxrimiz olub, həm də bizim qürur hissimiz olub. Biz onlarla həmişə fəxr eləmişik. İndi də fəxr eləmək bizim bir vətəndaş kimi müqəddəs borcumuzdur. Bu bir vətəndaş olaraq bizim şərəfli borcumuz ki, biz gərək şəhid qardaşımızın məzarını ziyarət eləyək. Onların ruhuna dua oxulaq, onların qohumları ilə, yaxınları ilə bir olaq və burada iştirak edirik. Şəhidlər həmişə dediyim kimi bizim başımızın tacı olur, bizim ant yerimiz olur. Şəhidlər, qazilər bizə bu sevinci yaşadıqları torpaqlarımız azad olur. Azərbaycanın ərazi bütünlüyü təmin olunur. Ona görə də biz necə ki onlar bizə bu sevinci yaşatdılar, bizim də borcumuzdur ki, şəhidlərimizi ürəyimizdə, qəlbimizdə yaşadaq, həmişə onların yolunu gətirək, həmişə onların belə tədbirlərində iştirak edirik. Mən bugün şəhid qardaşımızın ailəsinə, onun yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Həmişə dediyimiz kimi, bu tək sizin itki deyil. O həm Əmirvarlı kəndi üçün itkidir, həm Əmirvarlı məktəbi üçün itkidir, həm Cəbrayıl rayonu üçün itkidir. Əgər Səvran qardaşımız Azərbaycanın bütövlüyü uğrunda mübarizədə hərəkət etsə, deməli, Azərbaycan vətəndaşları üçün itkidir. Allah şəhid qardaşımıza rəhmət eləsin, onun timsalında bütün şəhidlərə Allah rəhmət eləsin, qazilərə can sağlığı versin, Allah sizləri qorusun. Bugünkü tədbirimizdə Əmirvarlı Qazilər Birliyinin dəyərli ağsaqqallardan olan Elman qardaş da iştirak edir. İstər ki, onun da biraz sözlərini eşitək, onda yəni deyəcək sözlər var. Buyurun Elman qardaş. Sağ olun, çok sağ ol. Allah Sərman kardeşimize rahmet eylesin. Bugün onun şehadete kavuştuğu gündü. Biz de bunun şehadete kavuştuğuna göre bunu şeye toplaşmışız. Allah kanı rahmet eylesin. Sərman böyle bizden bir yaş olmasa da bizden biraz yaşta kiçiydi ama böyle bizden bir yerde biz bir başlı bir mahallede büyümüşük. Çok yaxşı olardı. Allah ona kanı rahmet eylesin. O cümleden bütün şəhidlərimize Allah rəhmət eləsin. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Əmirvarlı Qazilər Birliyinin idarə heyətinin üzvlərindən olan bizim dəyərli qazilərimizdən İlham müəllim burada iştirak və sözlərini eşitmək istəyərdik. Buyurun İlham müəllim. Təşəkkür edirəm Emin müəllim söz verdiyinizə görə. Bugün əlbəttə hər birimizin ürəyimiz doludur. Çünkü bizi bura çəkib gətirən bu amal ki var, həmişə bizim qəlbimizdə, ürəyimizdə olubdur. Bugün Əmirvarlı Qazilər Birliyinin üzvləri olaraq, yəni əlbəttə çoxlarımız gəlmək istəyirdik, lakin müəyyən imkanları nəzərə alaraq məhdud sayda yoldaşlar yığışmışıq bura. Bugünkü gün bizim üçün unudulmaz bir gündür. Yəni biz heç vaxt unuda bilmərik. Düzdür, bizim hər birimiz Azərbaycanın müxtəlif bölgələrində, müxtəlif yerlərində vətən qorumaq üçün əlimizə silah alıb müxtəlif yerlərdə xidmət eləmişik. Amma bizim hamımızı birləşdirən bir ideya, bir amal olub ki, vahid Azərbaycanın birliyi, ölkəmizin müstəqilliyi və suverenliyi və ərazi bütövlüyünün bərpası. Bu birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, bunların hamısında şəhid olanların hər biri bizim üçün əzizdir, bizim üçün şəhiddir. Deyək ki, bugünə qədər, məsəl üçün şəhid olana qədər Sərvan qardaşımız bir ailənin oğluydusa, bu günlərsi 10 milyonluq Azərbaycanın hər birinin övladı, qardaşıdır hər biri. Bu günlərsi təsəvvür edin ki, neçə illərdir qardaşımız şəhid olubdur. Biz son dövrlərdə başlayırıq bunları qeyd etməyə. Niyə? Çünki artıq biz başı dik duran qalib xalqıq. Artıq biz qalib olduğumuza görə biz başımızı dik tuturuq və bu günlərsi əlbəttə ki, biz şəhidlərimizi birinci növbədə anmalıyıq, onları yad eləməliyik.
nə deyərəm? Allah rəhmət eləsin bütün bizim şəhidlərimizin hamısına, bütün qazilərimizə can sağlığı versin, sağlamlıq qismət eləsin və biz bu günləri qeyd etməliyik və övladlarımıza da, bizdən sonra gələn nəsillərə də ki, necə ki, bugün gənc nəslin övladlar burada iştirak edirlər, onlar da görməli ki, biz necə şəhidimizi əziz tuturuq ki, onlar da özlərindən sonraki nəsillərə bunu nümunə kimi ötürsünlər, bu ənənəni ötürsünlər. Allah rəhmət eləsin bütün şəhidlərimizə, Allah xalqımızı həmişə var eləsin, vətənimizi, dövlətimizi güclü, qüvvətli eləsin. Amin. Çox sağ ol. Təşəkkür edirəm İlham müəllim dəyərli sözlərinizə görə minnətdarım. Bugünkü tədbirimizdə bizim şəhidimizin, Ağayev Sərvarın həm yaxın qohumu, həm sinif yoldaşı, həm Əmirvar Qazilər Birliyinin idarə heyətinin üzvlərindən olan Mahir qardaşlar iştirak edir. Onun da deyəcək sözü var, ürəyi doludur, bilir. Mahir qardaşın ürək sözlərini eşitmək üçün böyük şərəf. Buyursun, Mahir qardaşım. Ben de her birini salamlıyorum. Her birinize çok sağ ol diyorum. Mübarek Gaziler Birliği'yle son günler geçirilen bütün tedbirler çok gurur vericidir. Bəli, biz illər öncə bunu yaratmalıydık. Belə tədbirlər həyata keçirməliydik. Gec də olsa yenə də hər şeyi biz bacardıq. Mən nə deyə bilərəm? Sərvan haqqında danışmaq mənim üçün həm qürur vericidir, həm də çox çətindir həqiqətən. Sərvanın timsalında mən bir insanı yox, həm bir qardaş, bir əmoğlu, bir sinif yoldaşı, bir döyüş yoldaşı dedim. Yəni, Sərvan mənim üçün tək bir insan deyil. Mən onun cismində özümə yaxın olan bir neçə insan elə bir sanki itirmişəm. Yəni, biz çox yaxın idik, həqiqətən çox yaxın idik. Ona görə də həmişə mən, yəni, Sərvan haqqında keçmiş dövrdə danışmaq mənim üçün çətindir, çox çətindir. Sərvan sanki mənim üçün həmişə yaşayır və yaşayacaq. Tək Sərvan yox, əlbəttə bütün şəhidlərimiz Azərbaycan xalqının qəlbində yaşamalıdır. Çünki o şəhidlərin, burada yığışan bu qazilərin, veteranların, eləcə də Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində bugün bu işğaldan azad olmuş torpaqlara oranın sakinləri gedib gəzə bilirlər, ziyarət edirlər öz elin obasını. Və bunun üçün də o sakinlər kimliyindən asılı olmayan həmişə şəhidlərə minnətdar olmalıdırlar. Və bu onların hamının, hər bir Azərbaycan vətəndaşının vicdan borcudur. Nə qədər ki biz şəhidlərimizi yad edəcəyik, unutmayacağıq. Biz qalib xalq olacağıq. Yəni keçmişin unudan xalq heç vaxt irəli gedə bilməz. Başqa nə deyim? Allah Sərvan qardaşıma rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Çox sağ olun arkadaş. Allah sizə də can sağlığı versin, siz qazilərə. Sizlər yaxşı ki varsınız, şəhidlərimiz olmasaydı, sizlər olmasaydı bu günləri biz həyatda mövcud olmazdı. Hər şeyə görə sizlərin hamınıza təşəkkür edirəm. Bugünkü tədbirimizdə bizim Əmirvar Qazilər Birliyinin dəyərli üzvü, aktivlərindən olan, idarə heyəti üzvü olan, həm də Sərvan qardaşının ailə üzvü, yaxını olan Ülqar qardaş da iştirak edir. Biz əminik ki, onda ürək sözləri var, ürəyi doludur. Buyursun Ülqar qardaş. Allah'ın salamı olsun şəhidlərimizə. Biz bugün yaşayırıqsa, nəfəs alırıqsa, bu qəhrəman şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsindədir. Mahir qardaş dedi, yəni həqiqətən də bu bizim birliyimiz çoxdan yaranmalıydı, amma az vaxtda olsa, yəni bu qəhrəman şəhidlərimizin ki, hansı ki Əmirvarının 4 dənə şəhidi var, bunların hər birinin anım günü, doğum günü, şəhid olduğu günlər, yəni bu günləri biz qısa vaxtda da olsa hamısını ziyarət edirik. Bu gün də Mingəçevir şəhərindəyik. Özünüz bildiyiniz kimi Ağayev Sərvan Abbasoğlu'nun şəhid olduğu gündür. O Cəbrayılı oldu, Əmirvarı kəndi olduğuna baxmayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda demək olar ki, bütün döyüşlərdə iştirak edərək gəlib Ağdam şəhərində Güllücədə şəhid olub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Allah ordumuzu, xalqımızı qorusun. Biz bugünkü günümüzü bu qəhrəman şəhidlərimizə borcluyuq. Bir daha qarşılarında baş əyirəm. Ruhları şad, məkanları cənnət olsun. Onlar onsuz da cənnətdədir. Yaşasın xalqımız, yaşasın ordumuz, yaşasın Ali Baş Komandan, yaşasın bizim bu qəhrəman qazilər birliyimiz. Sağ ol. Bugünkü tədbirimizdə onu da qeyd etmək istəyirəm ki, şəhidlərimiz öz canları ilə, qanları ilə tarix yazıb tarixə düşdülər. Qazilərimiz də həmçinin tarix yazıblar. Onlar da hal-hazırda bizlə çiyin-çiyinə bir yerdədirlər. Biz bunlarla həm şəhidlərimizlə, həm də qazilərimizlə qürurla fəxr edirik. Bugünkü gün bizim idarə heyətimizdə, daha doğrusu Qazilər Birliyinin üzvü olan, həmçində xidmətini davam etdirən birlik üzvlərimiz də var, zabitlərimiz var bu tədbirdə iştirak edən. Telman qardaşın da ürək sözləri var. İstərdik ki, Telman qardaşı da bir dinləyək, onun da ürək sözlərini eşitək. Çox sağ olun, mən söz verdiyinizə görə. Demək, bu bayaqki yoldaşlar dediyi kimi birliyin, Qazilər Birliyi qısa vaxt yaranmasına baxmayaraq çox təşəbbüskar, çox qazi şəhid ailələrinin qayğısına qalmaq, onların problemlərə şərik olmaq, onların vaxtı-vaxtına gelib yoxlanmasın, böyük bir işlər görür və görməkdə davam edir. Nə demək istəyirəm ki, ilk şəhid olan, burada yatan qəbirlərin çoxu, şəhid olmuş şəhidlərimizin əksəriyyəti ilk vətənimizin, torpağımızın ilk suverenliyi uğrunda şəhid olmuş şəhidlərdir. Allah onlara rəhmət eləsin, yaxınlarına səbir versin. Bu birliyə də mən arzu edirəm ki, belə tədbirlər davamlı olsun. Bu birliyin çox gözəl missiyası var, çox gözəl işləri var. Davamlı olmasını arzu edirəm. Düzdür, iş ilə, xidmətlə bağlı çox iştirak edə bilirik, məhdud sayda iştirak edirik, amma o heç nə belə olmalı deyil. Hamımız bir şəkildə olmalıyıq, bu cür tədbirlərdə iştirak etməliyik. Gələcək nəsillərə nümunə olmalıdır bizim bu işlər. Bir tarixi yaddaşa, çökürlü tarixi yaddaşda qalacaq. Şükürlər olsun ki, inkişafa doğru gedirik. Bizim də bu xüsusi internettə sayt var, orada yerləşdirilir və belə işlərə və tədbirlərə daimi cəm şəklində dəstək olmalıyıq. Bizim Əmirvarı kəndin 4 şəhidi var. Bu şəhidlərin biri də Sarban qardaşımızdır. Allah ona rəhmət eləsin. Onun timsalına bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Gəlmiş və gəlmək istəyən dostlara da buradan, birlik üzvünə, qohum-əqrabaya da çox sağ ol deyirik ki, birlik olaq, bir yerdə olaq, hamımız belə tədbirlərə, belə anım günlərinə qatılaq və qeyd edək. Sağ olun. Bugünkü tədbirimizdə təkcə Əmirvarı Qazilər Birliyinin üzvləri deyil, yəni Sərvan qardaşın, yəni belə deyək, tək döyüş yoldaşları yox, həmçinin onun sinif yoldaşlarından da burada iştirak edənlər var. Yəni bir neçə nəfər də əlavə gəlmək istəyirlər, müəyyən məsələlərlə bağlı gələnmədilər, obyektiv səbəblər. Mikail qardaş da bizim şəhidimiz Ağayev Sərvan Abbasoğlu'ndan çiyin-çiyinə parta bir sinifdə oxuyublar, təhsil alıblar. Çox güman ki, Mikail qardaşımız da bizim kəndin ziyalılarından da onun da ürək sözləri var, onu da eşitmək bizim üçün xoş olar. Sağ olun, mən siz verdiyinizə görə. Bugün biz şəhidimiz, qardaşımız Ağayev Sərvanın ziyarətinə gəlmişik, onun şəhadətə qoşulmuyordu. Bəli, burada çox qeyd olundu, sözlər deyildi. Yəni, müharibə başlayan vaxtdan könüllü olaraq iştirak edən qazilərimiz var, şəhidlərimiz var. Yəni, müharibənin başlanğıcından qoşulublar, hamısı da iştirak edir. O iştirakçılardan biri də bizim qardaşımız, bizim cancəyərimiz, sinif yoldaşım Ağayev Sərvan. Burada qeyd olundu, kəndimizin 4 dənə şəhidi var. Mingəçevirdə, Ağayev Sərvandır, Bakıda olan var, kəndimizin də başqa yerlərdə də. Yəni bu şəhidlərin hamısı bizim kəndimizin fəxrləridir. Azərbaycanın fəxridir. Yəni onlar bu dövrdə
tarixi öz qanları ilə yazılır. Biraz əvvəl Mahir qardaş çıxış elədi. Mahir, mən, Sərman bir yerdə konuşuruq. Mən də çox belə həyəcanlıyım. Danışa bilmirəm. Yəni, xatirələrimiz çoxdur. Onları saymaq, söhbət eləməklə tutarmaq olmaz. Yəni, əsas məqsəd bugün bura gəlib onu ziyarət etməkdir və onun timsalında bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin və yenə də öz minnətdarlığımı sizə bildirəm. Qazilər Birliyini yaratmışsınız və son dövrlərdə bu tədbirlərin keçirilməsi ilə bütün kənd, qohum, əqraba hamını bir yerə yığmağa nail olmuşsunuz və bu işlərinizlə sizə bunlar arzulayıram. Bunun davamı gəlsin və şəhidimizin də yaxınlarına səbr arzulayıram. Allah rəhmət. Tədbirimizdə ürək sözlərlə dolu olan ailə üzvləri də iştirak edirlər. Mən istərdim ki, şəhidimizin böyük qardaşı, mübariz qardaşı da söz verək, onun da ürək sözləri var, onu da dinləmək bizim üçün böyük şərəfdir. Həm də ki, böyük qardaş olmaqla bərabər Sərvanın elə döyüş yoldaşı olubdur həm də. Bir çiyin-çiyinə vətən uğrunda, ərazimiz, torpağımızın yəni bütövlüyü uğrunda mübariz qardaşlar canı ilə, qanı ilə, bütün imkanları ilə torpaq uğrunda canını veribdir, qanını tökübdür, vuruşubdur, qazi olubdur bu günləri. Onun əziyyəti, zülmü saysız hesabsızdır. Yəni o ömrünün, gününün ən gözəl çağlar, cavan çağlarını vətənə, torpağa həsr elədi. Həm şəhid qardaşıdır, həm özü də Əmirvari Qazilər Birliyinin dəyərli, ən samballı, seçilən, salib seçilən üzvlərindəndir. Bizim mübariz qardaş, yəni başımızın tacıdır, onun ürək sözlərini eşitmək bizim üçün xoş olar, şərəflidir. Buyurun, mübariz qardaş. Sizə təşəkkür edirəm. Qazilər Birliyinin yaratdığınıza görə çox gözəl iş görmüşsünüz. Bütün qazilər üzvlərinə hər birinə öz minnətdarlığımı bildirirəm. Bugünkü gündə gəlib mənim qardaşımı belə yad elədiyiniz üçün də minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin, Allah ordumuzu qorusun. Bir də belə müharibə görmürük. Sağ olun. Allah günlər olsun. Təşəkkür edirəm. Bugün şəhid qardaşımızın kiçik qardaşı Şirvan qardaş da iştirak eləyib. O da bizim Əmirvari Qazilər Birliyinin üzvüdür. Şəhidimiz Ağayev Sərman Abbasoğlu'nun varisi kimi Qazilər Birliyimizin dəyərli üzvlərindəndir. Həmişə baxmayaraq ki, Mingəçevir şəhərində məsafəcən aralı uzaqda yaşasa da daim iştirak edir, səs atır, mövqeyin bildirir, çıxış edir, salamlayır. Hər bir tədbirlərdə öz sözünü, mövqeyini bildirən qardaşlardandır, çox əziz, çox doğma qardaşlardandır. Onun da ürək sözünü eşitmək bizim üçün şərəflidir. Buyurun, şükürlər. Çox sağ ol, Emin qardaş, söz verdiğin üçün. İlk öncə demək istəyirəm, Allah sizlərdən razı olsun. Bugünkü gün gəlib bizi, şəhidimizi yad edirsiniz. Bizim yox, hətta bu sizin şəhidinizdir dediyiniz kimi. Allah sizdən razı olsun. Çox az müddətdə bu qrupu yaratdınız. Öz fəaliyyətlərini də göstərir. Allah hər birinizdən razı olsun. Gələnlərdən də, gəlməyənlərdən də. Bilirəm, gəlməyənlərin də hətta ürəyi buradadır. Yəni, bizim üçün döyünür, şəhidimiz üçün. Hər birinizdən razıyam. Mən sizinlə qürur duyuram. Çox sağ olun, var olun. Bugünkü bu tədbirdə yəni hər nəsildən nümayəndə var. Yaşlı nəsil nümayəndəsi, orta nəsil nümayəndəsi, gənc nəsil nümayəndəsi və bizim gələcəyimiz olan övladlar, uşaqlar da burada iştirak edirlər. Bizim şəhidimizin qardaşı uşaqlarıdır, həmin nəslin şəcərənin davamçılarıdır. Onlar əmlərinin adını yaşatmaq üçün ürəklərində bugünkü gün burada iştirak edirlər. Gözlərinə, qulaqlarına görüb, eşidib, yaddaşlarına tək edirlər və bu tərbiyədə, bu mühitdə onlar böyük boya başa çatacaqlar inşallah. Əmlərinin, həm Sərvan əmsinin, həm də Mübariz əmsinin
adına layiqli həyat tərzi seçəcəklər. Onların da ürək sözləri var. Çox istərdik ki, yəni kameranın lentinə, yaddaşına bu uşaqların da, övladlarımızın da səsi düşsün, video görüntüsü düşsün, gələcək nəsillər üçün. Onlar da böyüyəndə həmişə baxıb, belə fəxrlə xatırlasınlar. Onların da səsini eşitmək bizim üçün çox şərəflidir. Laylasında anam mənə belə demiş dönə-dönə. Bir ana və bir vətən, yadda saxla bunları sən. Canın kimi sev vətəni, o bəslənmiş oğul səni. Bayrağını möhkəm saxla, sərhədini tez-tez yoxla. Qəhrəman ol oğul sən də, qoru bizi böyüyəndə. Gözəl vətən keşiyində durmuşam mən. Allah bütün cəm şəhidlərimizə rəhmət eləsin. Dəyərli tədbir iştirakçıları, bugünkü bu şərəfli, müqəddəs tədbirdə bizim baş tacımız olan ana və bacılarımız məsəl üçün bu iştirak edirlər. Bu tədbirdə Gültəkin bacı var ki, halbuki şəhidimizin, həmçində qardaşı ilə mübarizin, həmişə döyüşdən gedib gəlincən əlləri göydə Allaha yalvardılar ki, sağ-salamat gəlsinlər. Onların çəkdiyi, ana bacılarımızın bu döyüşlərdə, müharibədə çəkdikləri bu müharibə iştirakçılarından da az deyil. Onların əziyyəti, zülmü daha da ağır olur, daha da çətin. Onların çiyinlərində, o zərif çiyinlərində bu ağır missiyanı yerinə yetirmək, davam etmək çox çətindir. Həm də qürur verici, şərəflidir. Bugünkü tədbirdə şəhidimizin bacısı da iştirak edir. Onun ürək sözlərini eşitmək bizim üçün böyük şərəf və fəxr hissidir. Buyurun Gültəkin bacı. Allah sizdən razı olsun. Allah canınızı sağ eləsin. Biləkində gəlmişsiniz, bizim yanımızdasınız. Allah bütün şəhidlərə rəhmət eləsin. Kəndimizin 4 şəhid olmağına. Çox sağ olun. Sizlərdən çox razıyıq. Həddindən artıq bugünkü gündə bizim yanımızdasınız. Kaş belə bu günü valideynlərimiz də görərdi. Çox sağ olun. Allah sizi həmişə var eləsin. Borcumuz. Çox sağ olun, təşəkkür edirəm. Allah hər birinizin köməyi olsun, təşəkkür edirəm hər birinizin ayrı-ayrılıqda. Bugünkü gün həm də Əmirvari Qazilər Birliyinin bilirsiniz ki, tədbirlər planı var. O tədbirlər planına daxildir, həm də şəhidlərimizin hər biri haqqında ayrı-ayrılıqda, həmçinin qazilərimiz haqqında, onların keçdiyi döyüş yolları, həyat haqqında, həyat yolu haqqında sənətli film çəkmək və tarixin yaddaşına həkk etmək. Halbuki şəhidlərimiz də, qazilərimiz də öz canları, qanları hesabına Azərbaycan xalqına şərəfli tarix yazıblar. Həmin tarix yazan oğulların bizim də borcumuzdur ki, onların yazdıqları tarixi yaddaşlara həkk etdilər. Şimdi bu tədbirdən sonra biz şəhidimiz Ağayev Sərvan haqqında sənətli film çəkilişi davam edəcəkdir. Bu tədbirdə yəni biz tarixi yaddaşına həkk etmək üçün buraya yığışmışıq. Orada çıxış edən yoldaşlar yəqin ki, ürək sözlərini orada da deyəcəklər. Bugünkü gün bu tədbirimizin birinci hissəsi yekunlaşır. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, gəlmişsiniz. Bizim də borcumuzdur iştirak eləmək. Və onun sonunda qeyd etmək istəyirəm ki, Əmirvari Qazilər Birliyi olaraq nə qədər ki, nəfəsimiz üstümüzdə də gedir, gəlir, nə qədər ki, canımız sağdır, biz bu missiyanı axıra kimi davam elətdirərək şəhidlərimizin həm mövludunu, həm şəhid olduğu günü, anım günü qeyd etmək üçün Respublikamızın hansı ərazisində, bölgəsində yerləşməyinə asılı olmaya həmişə iştirak edəcəyik, gələcək, bu bizim borcumuzdur. Qazilərimiz də həmçinin heç vaxt yaddan çıxmayacaqdır, onların bütün qayğıları diqqət mərkəzində saxlanılacaqdır. Əmirvari Qazilər Birliyinin yaranmasının elə əsas məqsədlərindən biri də budur. Allah bizi bu yoldan usandırmasın, Allah kömək olsun ki, həmişə bu missiyanı yerinə yetirək. İnşallah gələcəkdə də bizdən sonraki nəsillərə də bu hesabı ötürək ki, gələcək nəsillər də bu vətənpərvərlik uğrunda böyüyüb, boya başa çatır. Torpağımızın, ərazimizin, millətimizin bütövlüyünü həmişə təmin edə bilək. Təşəkkür ederim. Çox sağ olun.
Acaba katlaştım, atlanıp dağlar aştım, bir kurtla karşılaştım. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Ben kurtlarla ulaştım, Altayları dolaştım, şamanımla bağlaştım. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun.